Birinin deməsi ki, sənin əmin sənə naməhrəmdir, dayın sənə naməhrəmdir, əmin oğlu, bibin oğlu, qaynatan, qaynan sənə naməhrəmdir. Naməhrəm kimdir? Evlənmə potensialı olan. Yəni onlar da sən şəxsi intim münasibətə girə bilərsən deyə onlardan özünü qorumalısan. Burada din gələcək nəsillərin sağlamlığının qorunmasını nəzərdə tutur. Necə ki, Respublikamızda qanunvericilikdə eyni qaydada yaxın qohumların nikahına icazə verilmiş. O ilk öpüşün sadəcə romantik və ehtiraslı bir an olduğunu mu düşünürsən? Yanılırsan. Əslində həmin an beynin tüpürcək yolu ilə qarşı tərəfdən bir məlumat analizi götürür. Beynin partnyorunun MHC genlərini dadaraq onun immun sisteminin səninki ilə nə qədər fərqli olduğunu yoxlayır. Çünki beynin bilir ki, sizin immun sisteminiz nə qədər bir-birindən fərqli, bir-birinə zidd olsa, doğulacaq uşağın immun sistemi bir o qədər sağlam olacaq. Təkamül bir-birinə zidd olan qütbləri sevər. Birini öpdün və bu sənə elektrik vermədisə, deməli beynin demək istəyir ki, sizin immun sisteminiz bir-birinə uyğun gəlmir. İnsan və daha artığı. Bu videoya qoşulub, bunu trio halına gətirməkdə məqsədim incə bir nüansı sizə, izləyicilərə, dostlarıma aydınlanma və fərqindəlik mövzusunda məni izləyən dostlarıma nəzərinə çatdırmaqdır. Deməli, burada incə məqam budur ki, mən bütün ilk başladığım, paylaşımlara başladığım gündən demişəm ki, həqiqət bir yerdə saxlı deyil. Onu hər yerdə axtaracaqsan, bir puzzle kimi, hər şeydə. Və bütün paralel paylaşımlarımda din, psixologiya. Ortaya çıxan məqam budur ki, əslində din bizə psixologiyanı çatdırmaq istəyir, amma ora biraz bir cəza əlavə edib. Çünki insan beyni iki, belə deyək də, mükafat və cəza funksiyasında işləyir. Yəni, bu vacib məqamlardır və məhz o cəza, mükafat, cənnət, cəhənnəm bunu təmin edir. Əslində isə bu gün yer kürəsində bütün canlılığa, yəni insan, oradan çıxaq Adəm övladı kənara qoysaq, yəni şuurlu olan, qalan bütün canlılara hakim olan beyindir. Heç bir canlı iradəli deyil, beyin idarə edir, beyni yaşadır. Bu canlıları instinkt deyil biz ona. Həmçinin bugün məlum olub ki, 95% insanlıq da instinktiv yaşayır, simpatik sistemi idarə edir insanlığı şuuru olduğu halda, Adəm olduğu halda, amma ona istifadə edə bilmir. Necə ki, orada deyir ki, qiyamət gününə kimi azdıracam. Bəli. Yəni, burada məsələ beyindir, beyin. Qərarı verən beyindir, beyin. Beyin əks zidd, bir-birinə zidd olan kütüblərin, belə deyək, evliliyinə maraqlıdır. Beyin bilir ki, bəli, qohum evliliyinə, yaxın evliliyi, o xəstə də olacaq uşaq. Ona görə də ona icazə vermir, istəmir. Ona görə də o MHC analizi götürür. Orada din adından bu cür təqdim olunur. Yəni, qəribə bir özünüz başa düşürsünüz də. Yəni ki, bu günləri, bəli, bu günləri dünyaya 95% insanlığa beyin hakimdir. Beyin. Bütün digər canlılara da beyin hakimdir. Bugün dünyanı beyin idarə edir. Bu günləri fərqindəlik mövzusunda məni izləyən qardaş, bacı dəxli yoxdur. Burada inciməli bir şey yoxdur. Sən Adəm, prefrontal korteks, şuurun tam bax, dərinə enməmiş, onun fərqində deyilsənsə, sən 95% sən dediyin şey beynin və sinir sistemindən ibarət bir canlısan və o səni idarə edir. Bütün qərarları, hökmləri o verir. Bu 21-ci əsrdə belədir. Göründə 6-cı əsrdə necə olub. Və bunu fərqində olub, bunu insanlara çatdıran Məhəmməd Peyğəmbər, bax ona görə həqiqətən də daha bir insandır. Buna qərar verən beyindir, beyin. İndi biri də gəlib girib yazacaq ki, bax o 95% o simpatik sinir sistemi idarə edən insanlardan biri də gəlib bu videonun altına yazacaq ki, məsələn, beyni kim yaradıb? İndi gəl buna cavab ver. Ki, bu sualı mənə verən kimdir? Beynin özü. Qardaşım, mən bilirəm, sənə maraqlıdır o. Onun üçün o beyni susdur. Susdur ki, həqiqəti görəsən də, bu sualı verən də axı beyində, o 95%-in içindən. İndi mən necə ona cavab verim? Bunu sən susturmalısan, sən mənə inanmırsan, mənə sual verirsən. Mən bilirəm, mənə maraqlı deyil, o sənə lazımdır. Sənə lazımdır, sən onu sustur. Arxadakını görə biləsən də.
Sana elə onun əmri ilə heç sənin xəbərin yoxdur. Elə beyninin öz komandası ilə qərar verirsən. Beynimə nə yükləyiblərsə. Sənə məxsus deyil o. Sənə məxsus olan, sənin üçün xüsusi olan beyin qırışı, tam təqli olan barmaq ucları, gözün quruluşu kimi bir təqliliyin var. Cavabı da özün tap. Sustur o beyni, həqiqəti gör. Yox, əgər sən onu sustura bilmirsənsə, sənin mənə demək istədiyin heç bir şey həqiqət ola bilməz. Çünki 95% bax o mən bildiyim, tanıdığım, gördüyüm, ətrafımda yaşadığım 47 il o beyindir. O beynin isə mənə dediyi heç bir şey mənim üçün həqiqət deyil. Deyil, bəli. Mən çünki həqiqəti görürəm, həqiqətə inanmıram. Ona inanmaq lazım deyil, görürəm. Sən də onu sustur görəcəksən.